Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə payız bülbülü quşunun may sərgüzəştlərindən danışacağam. Meşədə bəzi yerlərdə qar qalmışdı. Kolların dibində, budaqların üstündə, gün düşməyən yerlərdə və torpağa yaxın hissələrdə nazik qar örtüyü vardı. Amma payızda əkilən çovdarlar tarlalarda yavaş-yavaş baş qaldırırdı. Ağaclar hələ də çılpaq görünürdü. Buna baxmayaraq meşə artıq sevinirdi. Növbənöv quşlar cikkildəyir, budaqdan budağa qonur, ağacların dibində böcək axtarırdılar. Günəş gözündəki səyahət vaxtını dəyişirdi. Səhərlər daha tez oyanır, axşamlar daha gec yatırdı. Gedərək artan xoş istiliyi ilə torpağı qurudur, meşəyə canlılıq gətirirdi. Kiçik payız bülbülü quşu bala quşunda işi asanlaşmışdı. Artıq nə vaxt, harda qalacağı çətinlik yaratmırdı. İsti, etibarlı bir yuva axtarmaq dərdi qalmamışdı. Kolların içində, budaqların arasında rahat yata bilirdi. Bir gün axşam tərəfi payız bülbülü quşu meşənin duman pərdəsinin arxasında gizləndiyini gördü. Bu, seyrək və yaşımtıl bir duman idi. Ertəsi gün səhər qalxanda meşədəki ağacların budaqlarının kiçik yaşıl çıxıntılarla bəzəndiyini gördü. Ağaclar tumurcuqlamışdı. Meşədə əsl şənlik elə indi başlayırdı. Bülbül budaqların arasında könül oxşayan nəğmələrini oxuyurdu. Saysız gölməçələr, göllər və bulaqlar fasiləsiz quruldayan milyonlarla qurbağanın təlaşlı hayküyünə şahid olmuşdu. Ağ inci çiçəyi bütün gözəlliyini nümayiş etdirirdi. Qəhvəyi zolaqlı ağac böcəkləri budaqdan budağa uçaraq vızıldaşırdılar. Minlərlə növbənöv kəpənək həssas toxunuşla çiçəkləri ziyarət etməyə gəlirdilər. Ququşu isə susmaq bilmirdi. Payız bülbülü quşunun dostu qırmızı papaqlı ağacdələn özünə bir ağac taparaq həvəslə qabıqları tıqqıldadıb böcək axtarırdı. Göyərçinlər ağacların ən yüksək budaqlarına uçur, havada dövrə vurub bir-biri ilə oynayırdılar. Bir sözlə, bütün canlılar istədiyi kimi əylənirdi. Ertəsi gün səhər bala quş qəribə səslər eşidərək oyandı. Sanki cızıltılı bir musiqi səslənirdi. Biraz boğuq, amma güclü bir səs meşənin ortasından dalğa kimi yayılırdı. Bu bala quşun marağına səbəb oldu. Həmin səsin gəldiyi bataqlığa doğru uçdu. Gölün sahilində payız bülbülü quşunun heç görmədiyi böyük quşlar dolaşırdı. Uzun boyunları, böyük gövdələri, yırğalanan hərəkətləri ilə maraq oyadırdı. Arada boyunlarını irəli uzadıb və bağırırdılar. Zavallı bala quş az qala kar olacaqdı. Sonra bu böyük quşlar maraqlı rəqsə başladılar. Qanadlarını gərib, quyruğunun tüklərini çadır kimi yayaraq yanlarındakı quşun qarşısında əyildilər. Hoppana-hoppana bir ayağını qaldırıb, digəri üzərində sağa-sola dönməyə, oturub qalxmağa başladılar. Necə də gözəl və əyləncəli tamaşa idi. Digərləri isə rəqs edənlərin ətrafında toplanıb, sanki alqışlayırmış kimi qanadlarını çırpırdılar. Görəsən bu qəribə quşların adı nə idi? Yaxınlıqda bu suala cavab verəcək kimsə yox idi. Bala quş yaşlı sərçənin yanına getdi. Yəqin sən çöl qazlarını görmüsən bala quş. Çöl qazları böyük, ciddi və nəzakətli quşlardır. Onlar yaşıl meşəyə qovuşmağa, may ayının gəlişinə o qədər sevinirlər ki, elə sevinclərindən rəqs edirlər. May ayı bütün meşəyə, bütün torpağa sevinc gətirər. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.